Uşaqlar Dünyası təqdim edir. Məstanə Sadiqiyəm və bu gün Azərbaycanın ən gözəl nağıllarının biri Axmaq Canavarı sizə oxuyacağam. Qaynaq məhəbbət dastanları. Axmaq canavar. Bu əhvalat axşamüstü olmuşdu. Ac, yalavac bir canavar meşə ilə gedəndə qabağına bir uzun qulaq çıxdı. Canavar dedi, hə uzun qulaq, mən səhərdən yemək axtarırdım, əlimə yaxşı düşmüsən, indi səni yiyəcəm. Uzun qulaq dedi, ay canavar qardaş, deyəsən sən axmaqsan? Sən hələ bu vaxta qədər bilmirsən ki, uzun qulağın ətini ancaq səhərlər yemək olar, gecə yesən, səni zəhərləyib öldürər. Ətimdən yeyib ölmək istəmirsənsə, onda burada biraz gözlə, gedim sənin üçün yumuşaq yorğan döşək gətirim, səhərə qədər rahat yat, səhər durub yeyərsən. Canavar dedi, ay sağ ol, sən lap ağıllı söz danışırsan. Dur get yorğan döşək gətir, tez ol, mən burada oturub səni gözləyirəm. Uzun qulaq atıla-atıla evinə qaçdı. Bir də oraya qayıtmadı. Canavar gecənin yarısına qədər uzun qulağı gözlədi. Canavar gözlərini uzun qulaq gedən yola zilləyib, çox gözlədikdən sonra başa düşdü ki, uzun qulaq onu aldadı. Canavar bərk qəzəbləndi, acacına yoluna davam etdi. Öz-özünə bağırdı və dedi, başıma hər nə çıxsa onu diri-diri udacağam. Canavar bütün gecəni gəzdi, dərələr keçdi, təpələr aşdı, səhərə yaxın qabağına bir keçi çıxdı. Canavar qışqırdı, hə keçi, indi mən səni yiyəcəyəm. Keçi yazıq-yazıq dilləndi, mən sənin ixtiyarındayım, ancaq mənim ətim çox dadsızdır. Onu sarımsaqsız, turşusuz yemək olmaz, çox şitdir. İcazə ver gedim evə, sarımsaqla turşu gətirim, onunla ye. Canavar razı olub dedi, düz deyirsən, mən özümdə eşitmişəm ki, keçi əti turşula, xuruşla, sarımsaqla yeyilər. Yaxşı ki, bunu yadıma saldım. Tez get, turşu ilə sarımsaq gətir, gəl. Canavar uzun qulağı gözlədiyi kimi, keçini də gözlədi. Amma keçi qayıtmadı. Canavar qəzəblə dişlərini qırcıdırdı. O acıqdan çox aldatdığını üçün qəzəblənmişdi. Canavar heç özünə sığışdıra bilmədi ki, keçi onu alladıb. Canavar öz-özünə danlayırdı. Bu nə işdir? Uzun qulaq da məni allatdı. Uzun qulaq yekə olduğu üçün ondan getmək olar. Sən bir keçiyə bax, bir balaca boyu ilə mən boyda canavarı allatdı. Eybi yoxdur. Bundan sonra gərək ağıllı olam, allanmayam. Canavar öz-özünə danışa-danışa meşəni avara-avara gəzirdi. Aclıq onu taqətdən salmışdı. O gəlib dənizin sahilinə çıxdı. Gördü ki, dənizin yaxınlığındakı gülməçədə bir camış uzanıb dincəlir. Canavar acıqlı-acıqlı dedi, ay camış, ölümünü gözünün qabağına gətir, indicə səni yiyəcəyəm. Canavar dişlərini qırcıda-qırcıda camış üstünə tullanmağa hazırlaşdı. Camış başını tənbəl-tənbəl yırğalayıb dedi, mən elə bilirdim ki, sən ağıllı heyvansan, ancaq indi başa düşdüm ki, heç səndən axmaq heyvan yox imiş. Boş-boşuna niyə atılıb düşürsən, hay-şuy salırsan? Onsuz da sənin dişlərindən qurtarmaq çətindir. Sən görmüsən ki, mən bütün palçığa batmışam. Yaxşısı budur ki, deyəsən, ay camış, səni palçıqlı yeməyə ircənirəm. Get dənizə çim, özünü təmizlə, gəl. Canavar dedi, hə, düz deyirsən, get dənizdə çim, palçığını təmizlə, amma dənizdə çox qalma ha, mən lap acam. Camış canavarın axmaqlığını görüb dedi, heç narahat olma, sən burada gözlə, mən dənizə girib palçığımı yuyub gəlirəm. Camış dənizə tərəf götürüləndi, canavar isə dənizin sahilində oturub gözləyirdi. Camış üzə-üzə uzaqlaşdı. Canavar camışa baxıb hirsli-hirsli qışqırdı. Bəsdir, çimdin, daha təmizlisən, çıx eşiyə, çıx qırağa, bilirsən ki, səni burada gözləyirəm. Camış üzə-üzə cavab verdi. Hə, əzizim gözlə, istədiyi qədər gözlə, sənin kimin axmaq məni yeyə bilməz. Canavar hirsdən lap ağlını itirdi, gördü ki, bu dəfə də onu əldən buraxdı.
Qayıt deyə canavar sahildə o tərəf bu tərəfə qaçır, hər dəfə ləpə sahilə dəydikcə yuxarı tullanırdı. Bu nədir? Sən doğrudan sudan çıxmayacaqsan? Camış canavarı ələ saldı dedi. Yox, zarafat edirəm. Səninlə biraz oynamaq istəyirəm. Canavar gördü ki, Camış onun dediyinə baxmayacaqdı. Ondan əl çəkdi, getdi. Canavar həm yorulmuşdu, həm də ac idi. Ayaqlarını gücü ilə çəkirdi. Özünü bir təhər meşəyə salıb otun üstündə uzandı. O biraz dincəldi, sonra öz-özünə gəldi, gördü ki, tarlada bir at otlayır. Hə əzizim, sən daha mənim əlimdən qurtara bilməzsən, deyə canavar olan qalan qüvvəsini toplayıb ata tərəf tullandı. At yalvarmağa başladı. Ay canavar, vallah sən özün də yaxşı bilirsən ki, sənin yanında mən heç nəyəm. Onsuz da məni yeyəcəksən, qarnın doyacaq. Amma səndən bir istəyim var. İnsaf elə rəhmətli atamın bir vəsiyyətini yerə yetir. Canavar çımxıra dedi. Nə çərnəliyib baş qulağımı aparırsan? Mən acımdan ölürəm, sən də vəsiyyət dərdini çəkirsən? Atanın vəsiyyəti nədir? At boynunu büküb yazıq dilləndi. Atam vəsiyyət etmişdi ki, yaşımı öyrənməmiş ölməyim. Dal ayağımın nalında anadan olduğum il, gün yazılmış. Canavar razılaşdı. Bu bir çətin iş deyil, vəsiyyətə əməl lazımdır, dedi. Nalını göstər görüm. At dal ayağını qaldırdı. Canavar əyilib diqqəti ilə nala baxmaq istəyəndə at onun axmaq başına bir təpik vurdu. Canavar bir də yerdən tərpənə bilmədi və öldü. Siz də sevdiyiniz ən gözəl kitablardan, nağıllardan, şeirlərdən və oyunlardan video çəkib və bizə göndərin ki, həm öz adınıza bizim kanalımızda yayılsın, həm də bizdən hədiyyə alın.